Salam hörmətli izləyicilər. Bloku dəstək üçün, yəni ikinci cəhdə dəstək üçün blok sınaq kitabından 5 sualın izahına baxaq. Qızıl qaydalarla dolu. Həm izah verək qaydalara, həm də sualın düzgün cavabını tapaq. 9-cu sualdan başlayaq. 9-cu sualda deyilir: hansı cümlələrdə fərqləndirilmiş hissə qoşmadır? Fərqləndirilmiş və durğu işarələri buraxılmışdır. Fərqləndirilmiş hissələr görürük. Cacədir. Cacə biz bildiyimiz kimi 3 cür, qoşma kimi 3 cür ola bilər. Baxın, ca ola bilər. Məsələn, dəryaca, yəni dərya qədər. Qədər qoşmasının sinonimi kimi. Ca ola bilər. Yol boyunca, əsasən bu sözlərlə yadınızı saxlaya bilərsiniz hər zaman. Yol boyunca əkilmiş ağaclar, yol boyu ilə qoşması ilə sinonimdir. Və üçüncü cacə isə sözün quruluşuna görə qoşması ilə sinonim ola bilir. Həmin sözləri biz bir-bir baxırıq, yerinə qoyuruq. Hansılar uyğun gəlirsə bunlara, demək onlar olacaqdır qoşma. Bir də, məsələn, burada var məncə sözü. Məncə sözü iki cür işlənə bilər. Necə işlənə bilər? Bir ola bilər ki, mənim qədər məncə çalışsaydın, bəzən valideynlər deyir öz övladlarına, məncə çalışsaydın, çoxdan alim olmuşdun. Yəni, mənim qədər. Burada qədər mənasındadsa olacaqdır qoşma. Bir də var məncə, bu təkcə cacə olur qoşma. Bir də ikinci məncə sözü var ki, əgər özündən əvvəl, sonra vergül yazılırsa, bu olacaqdır modal söz. Məncə bu iş baş tutacaq. Məsələn, belə bir modal söz. İndi biz bütün bunlara həmin cümlə üzərində baxaq. Deyir ki, 1. Məncə bu əlyazma daha qədimdir. Bu məncə sözünü iki cür, bayaq dedik ki, düşünmək olar. Biz iki cür də burada düşünək. Məncə, mənim qədər bu əlyazma qədimdir. Yəni, mən özümə qədim deyə bilmərəm. Bu, yəni, düzgün olmaz. Ona görə burada məncə nə olacaqdır? Ancaq modal söz. Məncə, vergül, modal söz olacaqdır. Ona görə biri çıxırıq. Xırdaca söz söhbətə əhəmiyyət vermirəm. Burada xırdaca yox, xırdaca. Burada caca olacaqdır. Çoxaltma dərəcəsini düzəldən ədat. Bu ədat da vurğu qəbul edir. Yəni, xırdaca sözündə ca ədatdır. Bunu da çıxırıq. Əhalinin çoxu rusca danışır. Əgər cacə dillərə qoşulursa, onda olur leksik şəkilçi. Yəni, zərf düzəldən şəkilçi. Rusca oldu zərf. Bunu da çıxdıq. Yəni, zərf düzəldən şəkilçi oldu. 4 və 5 qaldı. Arxamca danışılanlar iradəsi zəif insanlardır. Arxamca sözü burada arxama görə uyğun gəlməz, arxam qədər uyğun gəlməz. Daha çox burada uyğun gələr arxam ilə. Yəni, arxamdan, arxam ilə danışanlar. Bu olacaqdır 4. Qoşma. Və sonuncusu, yaşca məndən böyükdür. Burada fikir verin hansına uyğundur? Əvvəlcə özünüz cavab verin. Yəni, yaşına görə məndən böyük, kiçikdir daha doğrusu. Onda olacaqdır qoşma, görə qoşmasının sinonimi. Cavabımız oldu 4, 5. Bu da olur D bəndi. Keçək ikinci sualımıza. İkinci sualda nə deyilir? Bu asan sualdır. Aşağıdakı sözlərdən birini qayıdış növ kimi düşünmək olmaz. Biz bilirik ki, dilimizdə elə sözlər var ki, iki cür də işlənə bilir. Qayıdış növ, bir də məchul növ. Və biz onları cümlələrdə ayırırıq, təbii ki, və yaxud cümlə quraraq ayırırıq. Amma elə sözlər də var ki, ancaq qayıdış növ olur. Yəni, məchul növ ola bilməz. Və elə sözlər də var ki, təbii ki, qayıdış növ ola bilməz. İndi baxaq. Açıldı. Açıldı sözü biz bilirik ki, həm qayıdış, həm də məchul növ olur. Məsələn, qapı açıldı, məchul, hava açıldı, qayıdış. İkinci, B bəndi. B bəndi yazıb çəkildi. Çəkildi sözdə həmçinin. İp çəkildi. Rəsm çəkildi, məchul. Duman çəkildi, qayıdış. D bəndinə baxaq. Deyindi sözü. Burada deyindi sözü yalnız qayıdış növ olur. Əgər deyildi, l varsa həmişə məchul, n varsa həmişə qayıdış növdür. Bunu yadımızda saxlayaq.
Sonra göründü sözü də həmçinin. Əgər görüldü l varsa hər zaman məchul, n varsa hər zaman qayıdış. Artıq biz burada ehtiyac yoxdur ki, cümlə quraq. Cümlə qurmaya ehtiyac yoxdur. Hər zaman qayıdış növdədir. Gəlib çatdıq biz içildi sözünə. İçildi sözünü cümlədə necə də işlətsək, su içildi, dərman içildi, necə də işlətsək, kim tərəfindən içildiyi məlum olmur. Ona görə də cavabımız olacaq C bəndi. Yəni qayıdış növdə düşünmək olmaz. Sonra keçək 11-ci suala. Hansı bənddəki söz verilən fikirlərin heç birinə uyğun deyil? Feili bağlama və zərf ola bilir. Yəni dilimizdə elə sözlər var ki, həm feili bağlama, həm zərf ola bilir. Onu yenə də biz cümlədə ayırırıq. Məsələn, bu söz burada tikə-tikə sözüdür. Bir var ki, bu suallar həmişə testlərə, sınaqlara, buraxılışa, yəni imtahanlara düşür. B bəndində tikə-tikə sözü var. Belə bir cümlə quraq. Məsələn, dərzi parçanı tikə-tikə söhbət edirdi. Necə? Yəni tikmək feilindən yaranan nədir bu? Feili bağlama. Tikə-tikə. Burada hərəkət var. Və yəni həm də olacaqdı bu zərf. İndi zərf kimi düşünək. O əti tikə-tikə doğradı. Burada tikə-tikə necə? Burada tikmək feilindən yaranmayıb. Bu olacaqdı zərf. Tikə-tikə yəni xırda-xırda. Deməli, B bəndi uyğun gəldi birincisinə. Sonra, yəni B bəndinə çıxdıq buradan. Həm zərf, həm də sifət kimi işlənir. Həm zərf, həm sifət kimi işlənən A bəndidir. A bəndində cəld sözü yazılıb. Bir var cəld qaçdı, olacaq zərf. Bir də var cəld uşaq, olacaq sifət. Deməli, ikincisi də getdi. Yəni A bəndi də getdi. Sonra say və zərf kimi işlətmək mümkündür. Say və zərf kimi işlətmək mümkün olan xeyli sözdür. Bir var ki, xeyli işlədi, olacaq zərf. Bir də var xeyli insan, olacaq say. Bu da getdi, C bəndi, qaldı axırıncısı. Həm isim, həm də zərf ola bilər. Həm isim, həm zərf ola bilən hansıdır? Həm isim, həm zərf olan Y bəndidir. Çünki axşamın sərinliyi onun xoşuna gəlirdi. Nəyin axşamı? Bu zaman olacaqdı isim. Bir də var axşam o bizə gəldi. Nə zaman axşam? Bu zaman da olacaqdı nə? Zərf. Yəni axşam, səhər, gecə, gündüz sözləri biz bilirik ki, ortaq sözlərdir. Həm isim ola bilər, həm də zərf ola bilər. B bəndə çıxıldı, qaldı bir dənə qəsdən sözü. Qəsdən sözü isə yalnız zərf olacaqdı. Bunu da bu sözdə çaşdırmaq üçün veriblər. Çünki dilimizdə bir var qəsdən sözü belə təhlil olunur. Baxın, qəsdən. Bu olacaqdı zərf həmişə. Bir də belə bir söz var ki, uşaqlar çaşdırmaq üçün bəlkə də bu sözü veriblər. Qəsdən. Deyir ki, qəsdən 1-2 saat keçmişdi. Qəsd. Burada qəsd isimdir. Dən də yenə isimdir, yəni çıxışlı qal şəkilçisidir. Ona görə çaşdırmaq üçün veriblər. Əgər 2 dənə D yoxdursa, deməli bu olacaqdı zərf. Cavabımız oldu D bəndi. Keçək digər suallar. Digər sual 12-ci sualda maraqlı sualdır, gözəl sualdır. Burada deyilir ki, 12-ci sualda verilmiş cümləyə aid düzgün fikri müəyyən edin. Evdəkilər bu qocanı çox axtardılar. Bizə lazımdır düzgün fikir. Biz B bəndindən başlayaq. Qeyri-müəyyən miqdar sayı işlənmişdir. Baxın, burada saya bənzəyən bir söz var, çox sözü. Çox sözü axtardılar sözünə aid olduğu üçün hansı nitq hissəsi olacaq uşaqlar? Yəqin ki, cavab verdi, zərf olacaqdır. Ona görə bu yanlış cavabdır, bizə lazım doğru cavab. Düzəltmə sifət başlanğıc formadadır. Burada 2 sifət var. Evdəkilər, bir də qoca. Evdəkilər sözünü başlanğıc forması ev sözünün köküdür. Dəki leksik şəkilçidir. Lər isə qrammatik şəkilçidir. Bunun başlanğıc forması evdəki sözüdür. Bu yanlış fikirdir. Çünki burada qrammatik şəkilçi var. Düzəltmə sifət başlanğıc formada deyil. Xeyr, bu C-də çıxırıq. 5 fərqli nitq hissəsindən istifadə olunmuşdur. Evdəki sözü sifət. Bu
əvəzlik, qoca sifət, çox zərf, axtardılar. Nə oldu? Axtardılar feil. İndi biz baxsaq, 2 dənə burada sifət var. Ona görə birisini çıxırıq. Fərqli nitq hissəsidir. 1, 2, 3, 4. Yəni sifət, əvəzlik, zərf, feil. 4 nitq hissəsi işlənmişdi fərqli. Ona görə D bəndi də yanlış fikirdir. Feil quruluşuna görə düzəltmədir. Feil burada axtardılar sözüdür. Axtardılar sözün kökü axtar sözün kökü, d zaman, lar da şəxs. Bu sadə sözdür. Sadə. Bu cavabımız da yanlış oldu. Gələk A bəndinə. Əvəzlik sifətin yerində işlənmişdir. Burada əvəzlik, baxın, bu sözüdür. Bu. Bu qoca. Əvəzliyin hansı nitq hissəsini əvəz etdiyini bilmək üçün sadəcə sual vermək lazımdır yerinə görə. Bu qoca, hansı qoca? Yəni cümləyə görə sual veririk. Təklikdə sual vermirik. Hansı qoca? Bu qoca. Deməli, bu nəyi əvəz etdik? Sifəti. Bu doğru cavabdır. Əvəzlik sifətin yerində işlənmişdir. Cavabımız oldu A bəndi. Keçək sonuncu suala. Sonuncu sualımız nədir? Hansı cümlədə feili sifət işlənmişdir? Biz burada feili sifətə baxaq. Feili sifəti də bilmək üçün təbii ki, ümumiyyətlə, məsələn biz bilirik maqmə şəkilçisidir, rahatlı şəkilçisini əzbərləmək. Amma feili sifət və feili bağlaman şəkilçilər mütləq əzbərlənməlidir. Yəni başqa yolu yoxdur. Bunu əzbərləmək də rahat üsullar ola bilər. Məsələn, siz həm feili sifəti, həm də feili bağlamanı bir sıra ilə alt-alta yaza bilərsiniz. İstədiyiniz bir sıra ola bilər, alt-alta yazırsınız və həmin sıra üzrə əzbərləyirsiniz. Sadəcə əzbərləyirsiniz. Bir neçə dəfə əzbərləsəniz, nə vaxt qarşınıza belə bir sual çıxsa, sizin bu sıra, yəni ki, sıra ilə əzbərlədiyiniz o şəkilçilər avtomatik yadınıza düşəcək. Yəni bunu sınayın. Hansı cümlədə feil sifət işlənir? Feil sifətin şəkilçiləri biz bilirik 6 dəndir. An, ən. Baxın, yaman günlər gec, tez ötüb gedəndir. An, ən. 90% an, ən şəkilçisi olur feil sifət şəkilçisidir. Yəni 1. 1-i götürürük. Murad evə çatanda anası onu qarşıladı. Çatanda sözü burada anda şəkilçisi ilə düzəlib. Bu olur feili bağlamaq. Bunu çıxırıq. Yoxdur burada. Hələ görüləcək işlərimiz var. Hansı, necə işlərimiz var? Görüləcək. Acaq, əcəklə düzələn feili sifətdir. Feil sifətin bir şəkilçisi də acaq, əcəkdir. Ona görə 3-ü də götürürük. 4. Biz çalışqanları bir yerə topladıq. Çalışqan yox, çalışan olsaydı, onda feili sifət olacaqdı. Amma çalışqan sözü nədir? Çalışqan sözü feildən düzələn sifətdir. Yəni bizim cavabımız oldu hansı? 1, 3. Yəni B bəndi. Bizim cavabımız 13-cü sualda oldu B bəndi.